أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah. Belə bir qısa fayda zikr edəm. Sələfin qadınlarının öz zövcələri ilə müamilə, müraciət, danışıq tərzi. Demək, sələf qadınları kişilərlə, mücərrəd adları ilə belə müraciət eləmirdilər. Yəni, qadın kişiyə mücərrəd adı ilə müraciət etmirdi. Hətta bəzi alimlər, xüsusən Hənəfi məzhəbi, məkruh hesab edirlər bunu ki, qadın öz zövcünü mücərrəd əli ilə çağırır, adı ilə çağırır. Demək, Durrul Muxtar, məşhur Hənəfi fiqh kitabıdır. Deyir ki, müəllif deyir ki, وَيُكْرَهُ أَنْ تَدْعُوَ الْمَرْءُ زَوْجَهَ بِإِسْمِهِ Qadının öz ərini öz adı ilə çağırması məkruhdur, bəyənilmir. Və qalə İbn Abidin, İbn Abidin yenə Hənəfi imamlarındandır, deyir ki, لَا بُدَّ مِنْ لَفْسِ يُفِيدُ التَّعْزِيمِ كَسَيِّدِ وَنَحْوَهُ Labüddür ki, nəysə elə bir söz desin ki, təzimi orada bildirsin ki, yəni üstün tutur. Misal üçün, seyyidi, bizim dilə tərcümə etdik, seyyidim, ağam. Və yaxud da bənzəri nəsə bir ləfz seçsin ki, elə mücərrəd ismi ilə çağırmasın. Bunu məkruh hesab edirlər. Yəni, şəriətdə bunu bəyənilməyən bir əməl hesab edirlər. Və ən Osman bin Əta ən Əbi, Osman bin Əta övlatasından rəvayət edir. Qalət İmrəətü Səid bin Musayyib. Deyir ki, Səid bin Musayyibin zövcəsi demişdir. Səid bin Musayyib böyük sələf imamlarındandır, tabiindir. Deyir ki, mə kunna nukallimu əzvacana illə kəmə tukallimuna umaraakum. Səid bin Musayyibin zövcəsi sonradan insanlara deyir ki, siz bu cür əmirlərə, sultanların yanına girəndə necə müraciət edib, necə danışdırırsınızsa, biz zövcələrimiz necə danışırdıq. Və kənət Ummu Dərda radiyallahu anhə. Ummu Dərda Əbu Dərdanın zövcəsidir, sahabənin zövcəsidir. İzə rabat əl-hədis ən zəvcihə Əbi Dərda radiyallahu anhu qalət həddəsəni seyyidi. Hədis kitablarında Ummu Dərda, Əbu Dərda radiyallahu anhının zövcəsi öz zövcündən, sahabədən, yəni ərindən hədis rəvayət etdikdə, misal üçün, kişi, sahabə, Peyğəmbər sallallahu aleyhi ve sellemdən eşidib hədisi, hər hansı bir hədisi, zövcəsinə danışıb, zövcəsi də insanlara danışır. Hədis kitablarında harda ki, rast gəlinsə ki, Ummu Dərda radiyallahu anhə öz zövcü Ummu Dərda, Əbu Dərdadan hədis rəvayət edir. Həmişə deyir ki, həddəsəni mənə danışdı, seyyidim, yəni ağam. Və bu əsil bu şəkildə müraciət. Quranda da buna işarət var. Bunun Quran-ı Kərimdən də elm əhli usul fiqh elminin mövzusudur. Bəzi hökmləri işarətlə çıxarırlar. İşarətlə hökm çıxarmaq nədir? Bu hökmün növlərindən birisidir, lakin məşhur hökm növü deyil. Fəqih Qurandan bəzi hökmləri işarətlə çıxardır. Misal üçün, insanın Mustafa dəstəmazsız toxunması caiz deyil. Hökmünü bəzi alimlər işarətlə çıxarırlar. Quran-ı Kərimdə Allah Subhanahu taala Levh-i Məhfuzda Quranın əsli yazılan yeri zikr etdikdə deyir ki, ona yalnız pak olanlar toxunur, mələklər. Əgər orada pak olanlar toxunursa, mələklər pakdırlar. Burada bir işarət var ki, dünyada da pak olan toxunsun, dünyada pak olan insan da qüsurlu dəstəmazlı adamdır. Buna işarətlə hökm çıxarmaq deyirlər. İndi bu mövzuda da qadının ərinə müraciətində bu sözləri deyən alimlər Qurandan məsələyə dəlil gətirirlər ki, hətta Quranda da buna işarət var. Allah Subhanahu wa Ta'ala Yusuf surəsinin 25-ci ayətində deyir ki, وَاسْتَبَقَ الْبَابِ İkisi qapıya tərəf qaçdı. وَقَدَّتْ قَمِيثَهُ مِنْ دُبُرِهِ Köynəyini arxadan cırdı Yusufin. وَأَلْفَيَا سَيِّدَهَا لَدَ الْبَابِ Əl-əyə Qapının ağzında qadının seyyidə, ağası ilə rastlaşdılar. Yəni Allah Subhanahu Ta'ala ayətdə qadının ərini ona hansı adla izafə edir? Seyyidi, ağası. Hətta Quranda da var bu. Bu sələfin qadınları kişilərlə belə
müraciət edirlər. Düz indi bugünkü dövrə gəlsən, qadınlar haqlı şəkildə deyə bilərlər ki, o kişilərə elə olardı, indiki kişilərə. Yəni bunlar onlar kimi deyil. Buna da nə qədərsə bir bəraət qazandırmaq olar bu sözdə, düzdür. Təbii ki, o kişilər təqvalı, imanlı, mürvətli, həyatları nümunədir özlərindən sonra gələnlərə. Ancaq yəni belə olub. Yəni bu İslam ədəbidir. Kim yerinə qoya bilirsə gözəl. Kim də yerinə qoya bilmirsə heç olmasa bilsin ki, belə bir şey var. O dövrdə belə olub. Niyə? Çünki qadının öz zövcünə itaət etməsi, qadının öz zövcünü təzim etməsi, öz zövcünə itaət etməsi, elə onun öz Rəbbinə ibadət etməsidir. Çünki qadına Allah əmr edib ki, öz zövcünə itaət etsin. Onun cənnətə gedən yollarından bir yoldur, zövcünə itaət eləmək. Məruf işlərdir, halal işlərdir. Və onun üçün ibadətdir. Yəni, qadının əri ilə belə rəftar etməsi onun üçün ibadətdir. O qadınlar da bunu ibadət bilib belə rəftar ediblər. Həm o kişilər bunu haqq ediblər, həm də o qadınlar biliblər ki, bu ibadətdir. Belə rəftar etmək Allah'a razı salan bir işdir. Subhanəkallahə və bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.